Bəli, yazıb başa vurdu haqq özü bu dastanı. Ki bir məktub yollasın öz mülkünə barı. Bu məktub o Allah Taala'nın bu söylənilən sözlər həmin məktuba, həmin naməyə istinad edir. Yəni bu Allah'ın əmri ilə yazılıb, seçilib, sevilib, seçilib, bir telə düzülüb, vərəqlərə köçürülən həmin Allah Taala'nın məktubudur ki, öz elinə, öz məmləkətinə necə də ərmağan eləyib. İndi mən də onun dili ilə elə bunu sizə bir açıb söyləyirəm həmin məktubu. Görürsünüzmü? Bax, bu söylənilən sözlərin də məktubu bax buradan çıxdı ki, yazıb başa vurub haqq özü bu dastanı ki, bir məktub yollasın öz mülkünə barı ki, qoy ağ günə çıxsın artıq Gəncə diyarı. Göy imamda olsun bəşərin ziyarətgahı. Hərə bir ziyarətgah açıb, hər ocaqda düzdür, onu açdıran da Allah'tır. Bu sadəcə bir sınaqdır. İndi siz desəz, deyə bilərsiniz ki, bizi niyə bəs bugünə Allah Taala yəni buradan bunu məscidi tikdirir, buradan da deyir bu haram bir yerdir, yəni əlinə tikilən, onda oxuyardınız, dəqiq oxuyardınız. Tək Quranı tutmaqla deyil ki, Quran məgər sizə mi deyilib ki, yalnız Quranla hərəkət eləyin? O, Məhəmmədə buyurulub ki, yalnız Quranla hökm et. Sən başqa kitablara dəymə. O, Məhəmmədin öz yolu, öz sınağıdır. Amma siz Allah'ın kitablarını inkar etməklə, rədd etməklə odur, hər kəs nəyə əkir, onu biçir. Düzdür, bunu eləyən odur, amma o sorğu sual olunmur. Və əgər desəz ki, niyə Allah bizi belə mühakimə edir, ondan camısı bizi alçaldır, təhqir edir, rüsvay edir, hər söz deyə bilərsiniz, iddianız da ola bilər. Bax, buyurun, bu İncil kitabı, İncil. Orada yazılır. Romalılara 9-cu fəsilin 20-ci ayəsində yazılır. Buyurun. Baxın. Bəs sən iyi insan, kimsən ki Allah'la mübahisəyə girişirsən? Məgər məmulat onu istehsal edən məbədə məni nə üçün bu cür yarattın? Deyə bilərmi? Deyə bilməz. Eləcə də dulusçunun gel üzərində haqqı yoxdurmu ki, eyni xəlitə qabın birini şərəfli, digərini isə şərafətsiz istifadə üçün istehsal etsin. Yəni, bu bəyək dedim də, bax, indi görürsünüz, mən o İmamzadəyə gedəndə, orada o əlini belinə qoyub deyirəmmi ki, bu lotu sözünü mən çıxartmamışam. Görürsünüz, şərəfətsiz işlər üçün bu söz Allah tərəfindən ortaya qoyulub. Bunu mən çıxartmamışam ki, bu dünya yaranandan bugünə kimi bu söz işlənilir. Mən sadəcə onun izahını deyirəm. Yəni, onun yerində mən də, digər bir insan da yaranmış ola bilər də. Yaradan Allah'dır. Onun bu işinə kimsə qarışa bilməz. Kimi necə istəyir, yəni şərəfli, şərafətsiz. İstəyir düz yolda göndərir, istəyir pis yolda göndərir. Sən onun işinə qarışa bilərsən, ay millət, qarışa bilməzsən. Bax, bunu demək istəyir Allah Taala ki, yəni kimsə mənim işimə qarışa bilməz. Quranda bu da başqa cür deyilir. Quranda da deyilir ki, Allah gördüyü işlər barədə sorğu, sual edilməz. Bunu göstərmişəm sizə burada, kompüterdə də göstərmişəm. Ancaq bəndələr gördükləri iş və söylədikləri söz üçün mütləq hesab verəcəklər. Bu qədər. Bu, indi biz keçək İmamzadanın tərifinə. Hədəf xaş-xaş kimi kiçik olsa da, yəni gözdə görünməsə də, kimsə elə belə də, yəni ki, görürsünüz, bir heybəti qaldırırlar, nə bilim, orada papalar, kilsə, Roma papası kilsəyə rövnaq verir. Moskvadakı kilsələr, mən orada olmuşam, gözüm Romada olmamışam, amma Moskvada mən kilsələrin yanından ötmüşəm, keçmişəm və oradakı kənardan onların o kilsələrinə tamaşa etmişəm. Elə Bakıda da kilsədə olmuşam. Amma hamısı boş şeydir. Hamısı uçmasa da nəyəsə istifadə, yararlı bir şeylərə istifadə edəcəklər. Bir Allah evi var, bir Allah var, bir dərə də Allah evi var.
Bak burada Kur'an deyir mi ki gece ve gündüzün birbirinin ardınca gelmesinde, Allah'ın yerde ve göyde yarattıklarının içerisinde, derin düşünülmüş bir nesilden həqiqətən baxıb ibrət alasınız diye haraba bir yerde, Azerbaycan'da Allah Teala bir qalıq saxlamıştır. Bunu Kur'an deyir. İndi İncil deyir. Əgər Allah bu məmləkətdən bir qalıq saxlamasa idi, siz Allah'ın sirlərini necə dərk edə bilərdiniz? Heç cürə. Allah'ı dərk etmək üçün bir nişanə, bir qalıq olmalıydı. O da, bilmirəm, o mənəmmi, yox mənim içimdədirmi, söyləyən nurdu, mən isə ima. İndi birləşdirib özü bilsin. İstəyir ayırsın, istəyir birləşdir. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Bu ərəbdən gəlir. Mən kimsəni burada inandırmağa qalxmadım. Amma mən bunu deməliyəm və hər kəsin də səhvini, lopunu deməyə gəlmişim. Heç kimdən də çəkinmirəm. Nə də qorxum yoxdur. Kim mənimlə qalxsa, qızğın savaşa, öz ruhu içindəncə onu çırpacaq daşa. Çünki hər kəsi hərəkətə gətirən ruh Allah'tır. Bunu artıq qulağınıza sırğa edin, bilin ki, bu Allah'ın hünəridir, mənlik deyil. Bu qədər. Hədəf xaş-xaş kimi kiçik olsa da, döndər onu yenidən bir Elbrusa. Gəl artıq. Sözlərimi yazıb qurtardım. Dayan bir anlıq, qoy mən də qəlbinə varım. Gördünüz? İndi bu mənim qəlbimdə. Görürsünüz, hamısı qəlbimə varıb, məndən söhbəti qəlbimdə eləyir. Yəni bu nəvai də, nə bilim, Gürganisi də, nə bilim, Nizamisi də, bunlar hamısı biri-birində Allah'ın müqəddəs ruhun qüdrəti bunlarda, yəni özü bunlarda yaşaya gəlib, indi də məndə zühur edib. Və yer üzərindəki qadınları da hərəkətə gətirən Allah deyilmi? Allahdır. Elə də indi məndə zühur edib sözünü deyir. Bunu mən istəmədim ki. Bunu mən pulla almadım ki. Bunu mən qaçıb tutmadım ki. Bu özü zühur. O deyir ki, amal insana da kənardan girmir. O insanın qəlbindən doğulur. Bax, mənim qəlbimdən doğulub bu. Bu belədir. O qədər. Mən indi öz yaxınlarımın bəyəxdən biraz emosionalam. Hamısını blok elədim. Çünki artıq əski sözlər danışırlar. Qoy otursunlar yerlərində. Heç nə oxusunlar, nə də mənə heç bir dəqiq onlar lazım deyil. O qədər. Mən Allahın işinə kimsənin sözünü qata bilmərəm. Hər kəs getsin, öz qoltuğunun altını iləsin. O qədər. Gəl artıq. Sözümü yazıb qurtardım. Dayan bir anlıq, mən də qəlbinə varım. Əgər yəqin olarsa sənə lütfi pənahım, olacaq İmamzada ziyarətgahım. Qərarım qətidir, fikrim dəyişməz. Qoy bu mülkə göstərsin əzəmət hər kəs. Gəl artıq. Çıxmışam yoluna mən bir Xızıram, gəlmişəm ki, sənin qolundan tutam. Gəl, düşdüyün tələdən sən artıq azad ol. Qismətinə düşən bu işdən şad ol. Zülmətin bayrağı endiyi zaman qalmaz ürəyində qəmdən bir nişan. O gündən Nəvainin yazdığı bu gözəl dastan olacaqdır bəşər üçün müqəddəs kitab, inam. O qədər.